Çörəyotu sözünün fonetik xüsusiyyətləri ilə bağlı danışmaq istəyirəm. Bildiyimiz kimi sözün sonunda k hərfi var və k hərfindən sonra sait gəldiyi üçün bu y kimi tərkib olunacaq. Ümumiyyətlə, sait həmişə hərfi cingirli edir. Yəni k hərfi kardır. Əgər bundan sonra samitlə gələn bir söz olsaydı, çörəklər söz olsaydı, bu ix kimi tərkib olunacaq. Yəni xışdırır. Amma sait gəldiyi üçün bu x-in cingirtili qarşılığı olan y kimi tərkib olundu. Çünki sait hərfi həmişə cingirtləşdirir, samit isə karlaşdırır. Sonra vurğu son hecəyə düşür, bəli, çörəyotu. Səs tərkibi ilə hərf tərkibi fərqlidir. Bəli, səs tərkibi ilə hərf tərkibi ona görə fərqlənir ki, dediyimiz kimi burada k hərfi, y hərfləri keçir. Bir də hecaları biz yalnız yazı üzərində aparırıq. Fonetik təhlildə yazı üzərində aparırıq. Heca, ahəng, anı və vurğu. Digər xüsusiyyətlər isə hamısı tələffüz üzərində aparılır. Çörək, ot, bəli, düzgün hecalarla bölünür. Sonra siz burada kar cingirtini daha aydın başa düşmək üçün bunun tələffüzünə y yazırsınız və başlayırsınız onu təhlil etməyə. Baxın necə kar var. Ç kardır, düzdür, ç kardır və k kardır. 2 kar oldu, 3 kar olmaz. Çünki buradaki k hərfi y'dir. Ona görə 2 kar yox, 3 kar oldu.